Necə asan dostlar, necəsiz, yaxşısınız? Ümid edirəm ki, yaxşısınız. Bu gün dostlar Brawl Stars'dakı ən pis aksesuarlara baxacağıq. Bu seri yeni eləyirəm, bilirsiniz. Evet, ilk eləm baxmayaraq biraz həyəcanlıyam. Siz də bu seriyi bəyənəcəksiniz mi bilmirəm. Aslında izlənmələrim də çox düşdü. Yəni like almırıq. İzləməmiz var ama like'ımız yoxdur. Yəni like atmazsanız biraz ayıp edirsiniz. İlk olarak Shelly'nin adam hızlandırıcı aksesuar mənim pis gəlir. Səbəbini də tutabilirsiniz də. Karakteri heç bir etki sağlamır. Nə geri püskürdü, nə hasar verir. Heç nə eləmir. Sadəcə irəli atlanır. Siz normal da olsa bilirsiniz. Baxın. Qabaq atladım. Ne oldu bak? Heç nə eləmədi. Gördünüz? Usta kim istifadə edir ki? O birisi qat daha yaxşıdır. Yəni bundan istifadə edenler yuh, çüş deyərəm artıq. Yəni çox vaxt şeyli xəstələri bunu istifadə edir belə. Məsələn çalı modlar da olur. Məsələn çaldan biri çıxır. Bu da palet eləmədən gəlir, çaldan çıxır və o ulti basır. Elə adam öldür yəni. Elələrin eləyənlər də çox az da kim istifadə eləyər ki ondan? Baxın bir dənə. Bax dostlar belə eləyirlər. Bax indi Tensa'ya oxşayan şey deyirlər Tensa'da. Bliss Max xəstəsidir. Max oyuncusu. Sən də rədd ol da o robot. Sən bir dənə öldürək dostlar. Bağışlayın. Bax belə. En büyük gemi kardır. Bax belə. Belə quduran adamlar da olur. Ansta. Koydum sana tosta. Nəsənə dostlar. Digəri isə mənim fikrimcə o bidi karamera sepeti. Digəri isə gök taşı kuşağı. Məncə gərəksizdir dostlar. Səbəbini indi sizə demək istəyirəm. Məndə yoxdur. Dostlar, o da bilirsiniz. Primo çox karakterdir. Tank karakter olduğu için millət onun yanına gəlib. Yəni məsələn yankınçılar olanda adam bilirsiniz ki Primo yanına gedib öldürürlər. Bu da dostlar gördüğünüz kimi Supreme desteği ise adamları eləyir, zıplatmır, geriye aparır dostlar. Ve geriye aparması da yaxşı, çünkü buna çok qəşəng kışkırtmalar eləyənlər də olmuştu. Ama bu yani dostlarınız da balaca şeydir, yani balaca da değil ama yani pis diye mənim fikrimcə. Yəni bunu istifadə edənlərə çüş deyərəm dostlar həqiqətən. Yəni nəyə istifadə edirsiniz? 2200 yəni hasar yaxşıdır amma adamlar oradan qaça da bilir. Dostlar bunu bilirsiniz yəni hamınız məncə. Yəni istifadə eləmənizdə də gərək çoxdur. Ən çox yeni Brawl Stars yeni başlayanlar istifadə edir. Digər isə dostlar nədir onun adı? Poco. Poco'nun dostlar bu aksesuarını istifadə edənlər var mı? Yorumlara yazsın. Bu da korkutucu notalar. Yani bu neyir? Dostlarınızın üstündeki pis etkileri yani silir, süpürür, elədir ama çok vaxtda elə rəqib elə takımcılar heç belə kötü etki eləyəcək karakterlər gəlmir. Onda bu zər zıqqımdır. Yəni kim alar ki bunu dostlar? Bu daha yaxşı. Bax 518 puan iyiləşdirir. Yəni az deyə bilərsin amma heç iyiləşdirir də yaxşı yəni. Mesela digəri də dostlar Roza'dan gəlir. Roza'nın şu büyüme ışınını istifadə edənlər varmı? Yəni məncə çox da yaxşı deyil dostlar. Yəni pis də deyil amma yəni məncə çox da işə yarayan aksesuar deyil dostlar mənim fikrimcə. Yəni usta rəqib takım gəlib usta o şeyi nədir onun çalını dağıdacaqdı. Ona görə çox da ehtiyac yarayan. Yedini oynayanlar da ən çox elmas kapmacada belə modlarda oynayırlar. Çox da ehtiyac yarayan deyil. Digəri isə romantik dynamik edir. Stres çark aksesuarı. Bundan istifadə edən dostlar bir çox insan var. Ən çox da nakavda bir nakavda girmişdim əvvəl idi də. Adam nə almışdı, qudurmuşdu. Dostlar, bunu niyə almayın? Bilirəm aslında kimini 40 hasar verir, hasar yaxşıdır amma adamların dəymir yəni. Adamların hasar vermək üçün belə
Stres çarkı kimi fırlanır. Stres adlı stres çarkıdır da. Hə, fırlanır belə çark kimi fırlanır. Yani bence ihtiyacı yok. Yaramır. Biraz süratlendirmiş olabilir. Onu da bunu da bilirim ama bence cərət değil yani almağa. Çünkü dostlar yani dəymə şansı çox düşükdür. Əvvəllər deyilənə görə dostlar bu aksesuar əvvəllər error server 43 xətası vermiş. Yəni oyunu xarab edilmiş. O mənada deyim. Elə eləyənlər də olmuşdu. Yəni lap əvvəllərdə də daha vaxtlar prozasının çıxdığında 5 yox 3 il olmuşdur dostlar. Ticərini söyləyirəm. Neyse ticəri optipiti və karamela sepeti. İzci gaz dostlar. Nasıl bilirsiniz de gazın dostlar. Bu aksesuarını istifade etmişsinizdir. Mənə etməlisinizdir. Nədir? Gaz 5% sağlık kaybeder ama anında %100 ruh kazanır. Dostlar şimdi buna bakın. Kaybettik canı ha. Ne diyeyim kaybedici canı? He? Kaybedici sonra yeniden can alırıq. Ya bence anlamsız diye. Dostlar, o yüzden millet sana hasar vuracaktı. Diğer sizde bezat azdı dostlar. Yani az olsa bile işte can kaybedilir dostlar yani. Bence çok ceratsizdi. Ve yani o istediğin filak da çok üşenciydi. Yani bilirim yani şey de getirdi. Zəifliklə gəldi buna. Əvvəllər bir 1700-1800 adı vurdu ama indi 1620 vurur. Amma neyse ama çox qəşəngdir. Hələ də istifadə edən var. Olsa qaz oynayan çox da adam yoxdur ama oynasa bundan istifadə edir. Baxın bu. Neyse. Digəri isə dostlar hansısıdır? Pəmdir. Pəmdir dostlar bu pulse modülatörü aksesuarı istifadə edən yoxdur mənim fikrim. Çox youtuberçilərə baxıram. Deyir ki, bu çox pisdir. Yəni bilmirəm, yəni siz pis deyirsinizmi? Bu karakterin bir tane aksesuarı hə. %20 artırır. Bu da görə desəm, olsa bu karakterin şeyi var da, bu gizemli eşyası. Yəni bunu almağa dəyməz deyirlər. Yəni bilmirəm, olsa mən çox da pəm oynayan deyiləm amma yəni bunu almanız daha yaxşıdır mənim fikrim. Daha çox vurdur. Belə deyim. Ve ticari ise dostlar eşte dostlar bilirsiniz de gördüğünüz gibi çürük muz eş %10 sağlık kaybeder ve anında %40 öfkelenir. Dostlar bence bu cərətsizdir. Yani en gazlar kimi ne onda sağlık kaybedersen hə. Ben güclərini bilmirəm. Ben %9 idi bilmirəm. Ama bence çok cərətsiz olubdu. Yani istifadə edən var mı? Bilmirəm. Yani istifadə edən də bence azdır. Yalnız da bunu istifadə edən adamlar əladır, kraldır. Və bir son qaldı. Hansısında dostlar? Bir gəlin buralarda göstəreyim. Bu deyil. Sən də get də. Neyse. Digərini gördünüz dostlar. Yakindiya Max'dansıdır. Əlbəttə ki demirəm, bilmirəm. Gəlmirəm, işte bunu demirəm. Hə, sinsi ayaqqabı. Dostlar, yani indi siz Max oynuyorsunuz mu? Yorumlara yazın. Bu Max karakterini hamı oynayır. Olsa bilirsiniz ama ben de oynayırım. Əvvəllər mən çox oynuyordum. Hansı aksesuar alırdınız? Sinsi ayaqqabı mı yoksa faz değiştirici mi? Bunu yorumlara yazabilirsiniz. Yani bu yorumları yazın ki ben de sevdim. Faz değiştiyse onda 1 yazın. Sinsi ayakkabısa onda 2 yazın dostlar. Bu neyir? Max 3 saniyelik çekilmenin ardından istediği yere ışınlanır ve bu esnada iyileşir. Yani biraz iyileşir olsa bildiğiniz gibi. Ama usta ceratsizdir. Birçok short TikTok videolarında görmüşsünüz. Ondan şeyde dostluk maçlarında zaten eləyirlər deyəsən. Yani gerçek maçta eləyənlərə halal olsun. Ona bir şey demiyorum ama bence ceratsiz diye. Yani ne bileyim ceratsiz çok diyen olubdu dostlar.
birçok adam deyibdi. Yani bence de gereksiz olabilir yani. Evvel ben bunu almıştım, istifadə ediyordum ama 3 saniye geriye kaydırsa. Yani bence gereksiz diye 3 saniye geri kaydırsan evvelki. Belki orada adam sana tuzak kurubdu. Yani. Belə deyim. Neyse dostlar, bu videonun burada sonuna gelirik. Kısa video oldu, bağışlayın. Sizi çok sevirəm. Bir 17.000 kupanın şərəfinə dostlar bir tane like'ınızı alarım yani. O kadar kupa qaçırıq. Sizi sevirəm. Və sevmədən bilən dostlar takım hoşdur. Sizi çok sevirəm və neyirəm? Böyle bay baylaşırıqdır. Bay bay. Görüşene dek. Bay bay.